Salam mənim əzizlərim, 15-21 dekabr həftəsi həftəlik bürc yorumlarına baxırıq. Deməli, 15-21 dekabr həftəsi qoçlar üçün çox aktiv keçəcək ümumilikdə desək. İşdə yeni imkanlar yaranacaq, amma diqqətli olmaq da lazımdır. Sevgi həyatında hissləri açıq demək, münasibətləri daha da yaxşılaşdıracaq. Sağlamlıq üçün həm hərəkət, həm də istirahət çox vacibdir. Gəlin indi baxaq görək, kartlar bizə nə deyir həftəlik. Deməli, qısa müddətli çətinliklər var. Qarşılaşacağınız problemlər keçicidir. Yəni, bunun üçün narahat olmağa dəyməz. Amma hüquq rəsmi prosedurlarla bağlı diqqətli, hazırlıqlı olmaq vacibdir. Siz də iş və biznes sahəsində ağıllı, çevik qərarlar verərək uğur qazana bilərsiniz. Yəni, bu göstərir ki, fərasətli olun. Bu həftə fərasətinizi işə salın. Sonra siz nəzarətinizdən kənar olaraq, yəni sizdən asılı olmayaraq kimlər sizi qoruyur, müdafiə eləyir. Səbirli olun, problemlərin öhdəsindən gələcəksiniz. Sizin və yaxud da tanıdığınız bir insanın inatkarlığı səbəbilə qarşı durma və yaxud da anlaşılmazlıqlar yaşana bilər. Sonra yaxın gələcəkdə keçmişdə itirdiyiniz, əlçatmaz olan sizin üçün bir şey üzündən üzüntü, yəni ki, nostalji hisslər yaşayacaqsınız, emosional kədər yaşayacaqsınız. Ümumilikdə götürsək, bu həftə qoçlar üçün aktiv, amma biraz da qarışıq enerji mövcuddur. Kainat sizdən daha diqqətli, ağıllı qərarlar verməyinizi istəyir. Hisslər güclüdür, amma düşüncəni də sakit saxlamaq önəmlidir. Ümumilikdə bir məsləhət də səbirli olun. Əgər keçmişi qaytara bilmirsinizsə, onu buraxmağı bacarın. Belə.